Yeri gəlmişkən, deməli bir dəfə 21 fevral tarixində Beynəlxalq Ana Dili günü keçirilən gündə mən video çəkdim. Videonun əvvəli belə başlayır. Ay qızlar, biz sizdən can papanın neydi onun adı? Больницaya aparıblar da. Neujeli bir də həkim yoxdur da. Axırda qlavvraç gəldi. Ağzını əyə-əyə belə danışır. Varvarizmlər var. Belə yüngül zarafatlar var. İlk 30-40 saniyə ya da bəlkə də 1 dəqiqə, nə bilim, ya da 70-80 saniyə bilmirəm, belə danışmışam. Ondan sonra qəfil dönürəm 180 dərəcə. Gülümsəyərək deyirəm ki, təsadüfən siz belə danışmırsınız və ya çevrənizdə belə danışanlar yoxdur. Məni tanıyanlar 100% başa düşmüşdülər ki, bu bir parodiyadır. Harasa bağlanacaq. Bunun bir izahatı olacaq. Amma bəzi adamlar, mənim üzərimdən çox paylaşılmışdı. Bəzi adamlar hətta biri girib yazıb. Bunu deyir, ərinə xəbər eləyir. Gəlsin deyir, yiyəli eləsin. Bizdə var axı, qadının davranışında nəsə xoşa gəlməyən, sanki sənin yiyən var. O da bir feminist mövzu və s. oralara girmək istəmirəm. Bunu deyir, ərinə deyin, gəlsin buna yiyəli eləsin. Çıxıb ağzına gələni danışır. Bu, nəsildən nəsilə ötürülən üslubdur, tərbiyədir ya da tərbiyəsizlikdir. İfadəyə bax, nitq mədəniyyəti. Sürücülük mədəniyyəti, yemək mədəniyyəti, geyim mədəniyyəti. Yəni, hər yerdə, əgər sən mədəni insansansa, hər yerdə, hər budaqda mədənisən. Ola bilməz ki, sən çox təmkinli sürücüsən, kimsə yol hərəkəti qaydasını pozanda, şüşələr bağlı ola-ola içəridə bağırmırsan. Bu nə mənası var? İçəridə bağırsan, o səni eşitmir. Ya da şüşəni aşağı salıb, az qalıb bədəninin yarısını çölə çıxardı. Belə. Hətta bundan kifayətlənməyib, bütün hərəkəti dayandıraraq maşından düşüb digərinə hücum eləyən. Yəni, bu adam deyilsənsə, çox təmkinli sürücüsənsə, amma günün birində hansısa bir məclisdə sən rahat-rahat bir başqasını söyə bilirsənsə, onda tam olaraq mədəni adam deyilsən. Sadəcə olaraq özünü zorla bir qəlibə dürtüşdürmüsən. Mən mədəni sürücüyəm. Ya da ki, tez-tez yanında iş yoldaşın oturur, əməkdaşın oturur, kimsə oturur, ona yaxşı nümunə olmaq istəyirsən, sıxırsan özünü. Mövlanənin bir sözü var. Deyir ki, ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Mən bütün ömrü həyatım boyunca bunu görüb, buna inanmışam ki, əgər sən maska taxmısansa, günün birində ən emosional vəziyyətində o cırılacaq və deyəcəklər ki, ilahi, bunun altından necə bir adam çıxdı. Türklərin bir sözü var, deyir, içimdə yatmış canavarı oyandırdın. Düzdür, o ifadəni biz də deyə bilərik, bütün sözlər lüğətimizdə var, amma bəzi kəlmələr maraqlıdır ki, onlardan bizə keçib çox da qulağa yatımlıdır. Buna görə də, əgər insan doğrudan da dəyişmək istəyirsə, sıfırdan başlamalıdır. Ortalığı təmizlədim, süpürdüm palazın altına, əladır. Deyir ki, üstü bəzək, altı təzək. O tozun nə vaxtsa qoxusu üzə çıxacaq, kimsə asqıracaq, palazın üstündə gəzəndə ya da təzəyin iyi çıxacaq. Bunu kökündən həll eləmək lazımdır. Bəzi adamlara mənim yazığım gəlir. Baxırsan, necə savadlıdır. Adamın yaradıcı beyni hər saniyə, az qala hər saniyə yeni bir ideyanı ifraz eləyir. Amma kimsə ondan işləmək istəmir. Deyirlər, filan kəsin adamlığı yoxdur. Biz adamlıq deyəndə nəyi nəzərdə tuturuq? Kimlərə deyirik, ayda filan kəs necə mədəni insandır. Yalnız və yalnız danışıq, davranış. Nə geyim, nə telefon, nə marka maşın, nə bahalı ətir. Bir yerə qədər, bəlkə bir neçə saniyə, bəlkə bir neçə dəqiqə və ya çox özünü belə izolyasiya eləmisənsə, hələ danışmırsansa, bəlkə də bir neçə həftə çəkə bilər. Cəmiyyətdə yaşayırsan, hər an kimlənsə danışacaqsan, mübahisə edəcəksən.